Daşkəsəndə qızıl necə çıxarılır? Daşkəsən Azərbaycanın ən zəngin qızıl yataqlarının yerləşdiyi bölgədir. Burada qızılın çıxarılması prosesində müasir texnologiyalar və ənənəvi üsullar birlikdə tətbiq olunur. Torpaqdan çıxarılan filizi ayırma, təmizləmə və əritmə mərhələləri izlənir. İstehsal prosesində isə xam qızıl əridilir, saflaşdırılır və son məhsul halına gətirilir. Daşkəsən rayonunun şimal hissəsində eyni adlı kəndin yaxınlığında yerləşən Çovdar qızıl yatağı Azergold Qapalı Səhmdar Cəmiyyətinin ilk mədən layihəsidir. Yataqda hasilat işlərinə 2017-ci ildə başlanılıb. Çovdar qızıl yatağından 14 km şimal-şərqdə yerləşən Ağyoxuş yatağının isə ərazisi nisbətən kiçik olsa da səmərəsi böyükdür. Bu yataq əsaslı əlavə xərc sərf edilmədən istismar edilir. Burada filizlər partlayış nəticəsində əldə olunaraq emal prosesinə cəlb olunur. Daşkəsəndə hasil olunan qızıl müxtəlif ölçülərdə sikkələr halında satışa çıxarılır.